Qondarma qurumun nümayəndələri aktivliklərini davam etdirirlər. Bu dəfə dırnaqarası prezident Samvel Şahramanyanın rəhbərliyi ilə separatçı rejimin bir sıra fəal nümayəndələri qapalı görüş keçiriblər. Təxminən 2 saat davam edən toplantı zamanı əsas müzakirə mövzusu Qarabağdan Ermənistana köçən ermənilərin ölkələrində özləşdikləri sosial və hüquqi problemlər olub. Həmçinin rüşvətxorluq halları ilə bağlı narahatlıqlar da dilə gətirilib. Qeyd olunub ki, bəzi məmurlar vətəndaşların hüquqlarını pozur. Onlara çatacaq yardımları mənimsəyirlər. Görüş iştirakçıları Ermənistan hökumətindən də narazılıqlarını ifadə ediblər. Ekspertlər bildirirlər ki, separatçı idarələr yaranan problemlərdən dolayı yenidən aktivləşiblər. Onlar Ermənistan daxilindəki hərc mərclikdən istifadə edərək özlərini yenidən siyasi gündəmə qaytarmağa çalışırlar. Şahmaranyanın ətrafı əsasən Ermənistanda yeni müxalifət, hansı ki Keşiş Baqrat Qalsınyanın rəhbərliyi altında yeni bir müxalifət formalaşmışdı. Onlarla əməkdaşlığa daha çox meyillidirlər. Onların məqsədi Nikol Paşinyanın hakimiyyətdən devrilməsi və müxalifətin hakimiyyətə gəlməsidir. Buna ümid edirlər ki, müxalifət hakimiyyətə gəldikdən sonra onlar Ermənistan cəmiyyətinə inteqrasiya oluna biləcəklər və Ermənistan cəmiyyətində iştirak edə biləcəklər. Toplantının ikinci əsas müzakirə mövzusu isə Qondarma qurumun rəhbərliyi ilə bağlı olub. Separatçı nümayəndələr dırnaqarası prezident Samvel Şahramanyanın səlahiyyət müddətinin mayın 21-də başa çatacağını bildiriblər. Bu kontekstdə Qondarma qurumun rəhbərliyi öz sıralarından yeni prezident seçmək niyyətində olduqlarını açıqlayıb. Bu təşəbbüs separatçı strukturun Ermənistanın siyasi həyatına inteqrasiya etməyə çalışması kimi dəyərləndirilir. Lakin bu cəhdlər beynəlxalq hüquq baxımından qeyri-qanuni, reallıqdan uzaq və gülünc xarakter daşıyır. Qondarma qurum deyə artıq bir şey qalmayıbdı. Onun dırnaqarası prezidentin kim olması da əslində o qədər aktual bir məsələ deyil. Ümumiyyətlə belə bir seçkini tanıyacaq dövlət də yoxdur. Ermənistan tərəfi faktiki olaraq Azərbaycanla danışıqlar prosesi içərisindədir və uğurlu bir danışıqlar prosesi getməkdədir. Belə olan təqdirdə də belə bir seçkinin keçirilməsinə icazə vermək faktiki olaraq sülh prosesinə ciddi zərbə vura bilər. Buna görə də Paşinyanın belə bir seçkinin baş tutmaması üçün əngəllər yaratması və ya da birbaşa icazə verməməsi mümkündür. Qondarma qurumun legitimlik iddiaları həm daxili, həm də regional səviyyədə təhlükəli sayılır. Separatçı qurumun özünü dövlət strukturu kimi təqdim etməsi Ermənistan idarəçilik prinsiplərinə zərbə vurmaqla yanaşı ölkə daxilində də əlavə siyasi gərginlik yarada bilər. Eyni zamanda bu qeyri-qanuni iddialar Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olunmasına əngəl törədir.